Rusiya daha bir general itirib. Gözaltı xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli bunu öz Facebook səhifəsində yazıb. Müdafiə nazirinin keçmiş muavini general-polkovnik Yuri Sadavenko ölüb. 56 yaşlı generalın güya ürək xəstəliyindən keçindiyi bildirilir. Təbii ki, inandırıcı deyil. Niyə pəncərədən yıxılmayıb? Maraqlıdır. Sadavenko, keçmiş nazir Şoyqunun sadiq adamlarından biri olub. Şoyqu Fövqəladə Hallar naziri olanda onun köməkçisi, Moskva vilayətinin qubernatoru olanda onun aparat rəhbəri, müdafiə naziri olanda isə onun müavini vəzifələrində çalışıb. Yəni, Şoyqu hara gedibsə, Sadavenkonu da özü ilə aparıb. Ötən ilin may ayında Şoyqu müdafiə naziri vəzifəsindən çıxarıldıqdan sonra Sadavenko da işdən uzaqlaşdırılıb. Moskvanın qaranlıq dəhlizlərində güc, sərvət və hakimiyyət uğrunda mübarizə çox sərt, amansız keçir. Rus siyasi mədəniyyətində bu cür mübarizələrdə uduzanlar əvəzini canı ilə ödəyir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.